Salam. Bilirsiniz, bəzən baxırsan, bəzi insanlarda elə bir xüsusi bir bacarıq, bir qabiliyyət var. Heç maraqlanmısınız, bu haradan gəlir? Xristiyan inancına görə bunun çox maraqlı bir cavabı var. Müqəddəs ruhun ənamları. Yaxşı, bəs bu ənamlar dediyimiz nədir? Onlar necə ortaya çıxır? Və ən əsası, nə üçün verilir? Gəlin elə bugün birlikdə bu ilahi gücün arxasındakı mənanı anlamağa çalışaq. Yaxşı, bu mövzuya giriş etmək üçün gəlin ən təməldən başlayaq. Ümumiyyətlə, müqəddəs ruh kimdir və ya nədir? Xristiyan təliminə görə, o, kainatdakı hər hansı bir enerji ya da adsız bir qüvvə deyil, əsla. O, müqəddəs üçlüyün, yəni ata və oğulla birlikdə Allahın üçüncü şəxsiyyətidir. Başqa cür desək, müqəddəs ruh Allahın dünyada fəaliyyət göstərən, insanlarla təmasda olan canlı, şəxsi varlığı. Deməli, bu ənamların bugün nə demək olduğunu tam anlamaq üçün gəlin bir anlıq zamanda geriyə gedək. Lap əhdi ətiq dövrünə. Çünki o vaxtlar ruhun fəaliyyəti indikindən, necə deyim, köklü şəkildə fərqlənirdi. O, hər kəsə təsir etmirdi. Yalnız və yalnız çox xüsusi məqsədlər üçün seçilmiş insanlara verilirdi. Baxın, bu müqayisə əslində hər şeyi izah edir. Fərqə bir baxın. Əhdi ətiqdə ruhun təsiri demək olar ki, müvəqqəti idi, gəlib gedirdi və yalnız bir neçə seçilmiş insana aid idi. Amma əhdi cədiddə, yəni Məsihdən sonra vəziyyət tamamilə dəyişir. Bu artıq hər bir imanlı üçün daimi, qalıcı və əlçatan bir vədəyə çevrilir. Yəni bu sadəcə kiçik bir təkamül deyil, bu sözün əsl mənasında ruhani bir inqilab idi. Məsələn, əhdi ətiqdə ruh kimlərə güc verirdi? Peyğəmbərlərə ki, Allahın sözünü cəsarətlə çatdırsınlar. Ya da Şamson kimi hakimlərə, ona xalqını qorumaq üçün fövqəladə bir güc verilmişdi. Və ya Davud kimi padişahlara ki, ölkəni müdrikliklə idarə edə bilsinlər. Yəni, hər kəsə öz missiyasına uyğun konkret bir qabiliyyət verilirdi. Yaxşı, bura qədər hər şey aydındır. İndi isə gəlin bütün bu hekayəni tamamilə dəyişən o anı, o dönüş nöqtəsini danışaq. Elə bir hadisə ki, müqəddəs ruhun gücünü və ənamlarını bir neçə nəfərlik bir imtiyaz olmaqdan çıxarıb, hamı üçün əlçatan etdi. Bəli, söhbət məşhur Pentekos günündən gedir. İsa Məsih göyə qalxmışdı və onun şagirdlərinə verdiyi bir vəd var idi. Bax, o vədin gerçəkləşdiyi an gəlib çatdı. Müqəddəs ruh çox möcüzəvi bir şəkildə həvarilərin üzərinə endi. Amma bu, sadəcə sıradan bir hadisə deyildi. Əsla. Bu, kilsə üçün tamamilə yeni bir dövrün, yeni bir eranın başlanğıcı demək idi. Müqəddəs kitab bu anı bizə, demək olar ki, kadr-kadr təsvir edir. Düşünün, havarilər bir yerə yığışıb dua edirlər və birdən-birə baş verən bu hadisə onları tamamilə dəyişdirir. Alov dilləri kimi görünən bir şey, daha əvvəl heç öyrənmədikləri dillərdə danışmağa başlamaları və ən əsası qorxularını bir kənara atıb İncili inanılmaz bir cəsarətlə təbliğ etmələri, bütün bunlar ruhun gəlişinin çox aydın, gözlə görülən əlamətləri idi. Və baxın, bütün bu olanlardan sonra həvari Peter ayağa qalxıb hər şeyi aydınlaşdırır. Onun sözləri bu hadisənin əsl mənasını ortaya qoyur. O deyir ki, bu vəd, yəni ruhun gəlişi, artıq sadəcə seçilmiş bir qrup üçün deyil. Fərqi yoxdur, böyüksən, uşaqsan, yaxındasan, uzaqdasan, bu qapı artıq hamı üçün açıqdır. Bu, əsl inqilabidir. Yaxşı, gəldik əsas məsələyə. Anladıq ki, ruh artıq hamı üçün əlçatandı. Bəs bu, ənamlar dediyimiz şeylər nədir? Nə işə yarayır? Bu suallara ən detallı cavabı demək olar ki, həvari Pavlin məktublarında tapırıq. Onun təlimləri sanki bu mövzunun qapısını açan bir açar kimidir. Pavelin yazılarında bir çox fərqli ənamdan bəhs edilir. Məsələn, müdriklik sözü, bilik, şəfa vermə qabiliyyəti, peyğəmbərlik və s. Amma o, bir şey xüsusi olaraq vurğuluyur. Bu ənamların hamısı nə qədər fərqli görünsələr də eyni mənbədən gəlir. Hamısının qaynağı müqəddəs ruhdur. Təsəvvür edin, bir bulaqdan fərqli-fərqli çaylar axır, amma hamısının suyu eyni bulaqdandır. Bax elə bir şey. Və Pavel bu ənamların məqsədini izah etmək üçün məncə ən mükəmməl bənzətmədən istifadə edir. İnsan bədəni. Bir düşünün, bədənimizdə göz var, əl var, ayaq var. Hamısı fərqlidir, elə deyilmi? Amma biri olmadan digəri tam işləyə bilməz. Bax, kilsədəki ənamlar da belədir. Hər kəsin öz rolu var və hamısı birlikdə bir bütün olaraq vacibdir. İndi gəldik çox, amma çox vacib bir məqama. Bunu qarışdırmamaq lazımdır. Söhbət ruhun ənamları ilə ruhun bəhrələri arasındakı fərqdən gedir. Bunlar dostlar, tamamilə fərqli anlayışlardır. Baxın, bu cədvəl fərqi çox gözəl izah edir.
Qısacası belədir. Ənamlar bizə verilir, bunlar xidmət üçün olan qabiliyyətlərdir. Bəhrələr isə içimizdə yetişir, sevgi, səbir kimi xarakter xüsusiyyətləridir. Yəni biri bizim nə edə bildiyimizi göstərir, digəri isə bizim əslində kim olduğumuzu. Ənamlar hər kəsdə fərqli ola bilər, amma bəhrələr hər bir imanlıda olmalıdır. Ancaq həvari Pavel bütün bu müzakirələrdən sonra deyir ki, bir dəqiqə dayanın. Bütün bu ənamlardan, bütün möcüzəvi qabiliyyətlərdən daha üstün, daha vacib bir şey var. Elə bir şey ki, o olmasa, ən heyrətamiz ənam belə boş bir səs-küydən başqa bir şey deyil. Və bu hər şeydən üstün olan prinsip sevgidir. Bütün ruhani həyatın təməli, mərkəzi və son məqsədi məhz budur. Beləliklə, Əhd-i Ətiqdən başladıq, Pentikostdan keçdik, Pavelin təlimlərinə baxdıq, yaxşı. Bütün bu tarixi və ilahiyyatı bir kənara qoysaq, bunun bugün bizə nə faydası var? Bütün bu anlayışlar müasir həyatımızda bizim üçün nə deməkdir? Baxın, bütün bu ənamların əsas məqsədi heç vaxt şəxsi ego, şöhrət ya da mən nə qədər bacarıqlıyam demək deyil. Əsl məqsəd çox sadə və dərindir. Başqalarına xidmət etmək, insanlara kömək etmək, imanı möhkəmləndirmək, yaxşılıq etmək. Bu ənamlar əslində bizə başqalarının həyatına toxunmaq üçün verilmiş ilahi alətlərdir. Və bütün bunlar bizi xristianlığın əsl mahiyyətinə gətirib çıxarır. Bu inanc sadəcə bunları et, bunları etmə deyən bir qaydalar kitabı deyil. Bu Allahla canlı, dinamik, nəfəs alan bir əlaqədir. Ruhani ənamlar da bax məhz bu canlı əlaqənin praktikada həyatda görünən bir təzahürüdür. Və bu söhbətimizi yekunlaşdırarkən gəlin bir sual üzərində düşünək. Əgər bizə verilən hər bir qabiliyyət, hər bir istedad əslində başqalarına xidmət etmək üçün bir fürsətdirsə, o zaman həqiqətən dəyərli bir həyat yaşamağın yolu nədən keçir? Bu, məncə hər birimizin özümüzə verməli olduğu və üzərində dərindən düşünməyə dəyən bir sualdır.